Və sonda bildirdi ki, yenə mübarizənizdə qəti olun. Ən azı bir insana ki, məsəl üçün taleyə ömürlük həbs cəzası verməklə yüzlərlə taleylər peyda olacaq. Yəni siz bu qərardan dönməzlər. Hamısı da istəyir ki, bu qərarla hətta Abbasın özü ömürlük həbs cəzası verməyini istədi. Mənə ən maraqlısı odur ki, Abbas dedi ki, biz namaz üstündə güllələnmişik. Bizə namaz üstündə güllə açılıb və biz bilirik ki, Hüseyn Aşiqi öz məktəbində, mübarizəsində heç vaxtı sınmayacaq da. Yəni, İmam Hüseyn məktəbi bir məktəbdir, böyük bir məktəbdir və bu məktəbin də davamçısı onun aşiqləridir ki, bugün zindanlardadır. Mənə ən çox Cabbar Cabbarlının sözü təsir elədi ki, o bir kəlmə dedi ki, nə görmüsünüz ki, zalimin beyyəti altında beyyət eləməkdənsə, İmam Hüseynin sözündən bitirdi ki, zalimin zillətinlə yaşamaqdansa, izzətlə ölmək, şərəflə ölmək mənə xoşdur da. Hətta duru bir gənc, Aqil İsmailovun sözləri mənə çox təsir elədi. O dedi ki, mən Hacı Taleyi ilk növbədə 26 noyabrda tanımışam və heç də peşman deyiləm. Əslən peşman deyiləm ki, Hacı Taleyi tanımışam və bir il zindanda yatdığım həyatımı 20 il yaşadığım ömrə belə qurban verərəm. Çünki bizim qolumuza taxılan o qandallar var ha. Xanım Zeynəbin Kərbəlada qollarına taxılan zəncirdir. Və İmam Hüseynin töküldüyü, Abbasın sözüdür, İmam Hüseynin töküldüyü qan bizim tökdüyümüz qan, bizə tökülən qanlar qədər bərabərdir. Yəni ən azı biz o Əhl-i Beytin yaşadığını yaşamasaq da ən azı hiss elədik ki, biz özümüz Kərbəladayıq və İmam Hüseyn, Yezid necə ki İmam Hüseynin ordusuna, İmam Hüseynin 72 şühədasına elənilən işgəncələrə bizə etdiyi, biz bilmirik, bu əslən adama qəribə gəlir ki, insanın öz içindən olan, düzdür, Yezid də onu eləyib, müsəlman, bir müsəlmana tökdüyü qanı işgəncələrlə, hətta deyir, işgəncə zamanı yaralı olduğu halda onun işgəncələr veriblər. Hətta Əbilfəz qardaşdan belə danışdı ki, o qədər yaralı idi ki, onun yaralı olmağına baxmayaraq, o deyir, xanım Zeynəb ki, su istəyirdilər, İmam Hüseynin əskərləri ki, su istəyirdilər Kərbəlada, zalim Yeziddir, şərabı uzadırdı onlara, bu Abbas sözüdür, onu vurğulayın. O, Əbülfəz qardaşın deyir, hətta o şikəst olmağına baxmayaraq şərəfsizlər deyir, çıxıb sinəsinin üstündə oturub, arağı boğazından tökürdülər ki, iç, bu da sənə su. Allah sizə lənət eləsin, heç nə demirəm. Əgər ki, o da deyir, o qürurla ki, o da udmurdu, tüpürürdü. Abbas deyir, mənə xoşdur ki, əgər mən deyir, bilmirəm o anda nə olardım. Mən buradan bir də ən çox Cavad Cabbarlının anasının qarşısında baş əyirəm. Çünki o dəfələrlə vurğuladı ki, mənim anam deyir ki, Hacı Taleyə ömürlük verirlər. Sən niyə 19 il həbs alırsan? Niyə? Çünki bütün mücahid analarının, bacılarının qarşısında mən bir daha baş əyirəm və elə ananın belə də oğurları olacaq. Müdafiəçilərin çıxışı davam etdirildi və daha 4 müdafiəçi müdafiə nitqinə çıxış etdi və hüquqları müdafiə etdiyi şəxslərə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdilər və göstərdilər ki, onlara qarşı irəli sürülmüş ittihamların heç biri təsdiqini tapmayın məhkəmə araşdırması zamanı və əksinə onlar həm istintaq dövründə, daha sonra məhkəmədə çoxsaylı hüquqları pozulurdu. Daha sonra təqsirləndirilən şəxslərdən 4 nəfəri son sözlə çıxış etdi. Bunlar Cabbar Cabbarov, Aqil İsmailov, İbrahim Xudaverdi və Abbas Hüseynov son sözlə çıxış etdi. Hər biri irəli sürülmüş ittihamla bağlı ətraflı, geniş son sözlə çıxış etdilər və göstərdilər ki, şərə məruz qalıblar. Azərbaycan siyasi hakimiyyəti onlara qarşı olmazın
işgəncələrinə yol veriblər. Həm saxlanarkən, həm də sonradan mütəşəkkil cinayətkarlara qarşı mübarizə idarəsində ağlagəlməz işgəncələrə məruz qalıblar. Müdafiəçinin köməyi və iştirakı olmadan, hüquqi xidməti olmadan etiraf edici ifadələrə qol atdırıblar və çoxlu sayda hüquqları pozulubdur və təqsirləndirilən şəxslər məhkəmədən ədalətli hökm gözləmədiklərini, ancaq bununla yanaşı yəni məhkəmənin verdiyi imkandan istifadə edib tribuna kimi bir daha haqsızlığa məruz qaldıqlarını və işgəncələrə məruz qaldıqlarını və sadəcə siyasi hakimiyyəti tənqid etdiyinə görə bugün barmaqlıq arxasında olduqlarını bildirdilər.